أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم وهو خير ناصر ومعين قال رسول الله صلى الله عليه وآله وسلم أخاف على أمتي من الشرك. Peygamber Azimuşşan İslam buyurur: ay insanlar, korkuram benden sonra yoldan çıkarsınız. Ya Resulallah, məcə ne olacak bize? Buyurdu: işleriniz geyri perverdigara ola, işlerinizə riya karıştırasınız, işleriniz xarab ola, برای غیر خدا. O da Allah'ım Teala buyurur: فَمَنْ كَانَ يَرْجُو لِقَاءَ رَبِّهِ. Her kes istəyir Allah'ın rəhmətinə varid ola. Xob əgər mənim vaqəən mən ruhaniyəm, istəyirəm Allah rəhmətinə varid olam, daimən Allah'tan qeyrisinin daməninə əl atmayacağım. O cavani ki istəyir vaqəən zindəcanlığı bər məbnai İslam bina ola, gərək özündən müvazib ola, gərək dilindən müvazib ola, gərək halal haramına diqqət eləyə. Təhcə məndərəm, mənim uşağımın da bəstəcisi var mənə. Səhər əgər mən halal çörək gətsəm, uşağım halal yiyəcək, səhər onun əvarizi də var. Onun xurucusu müsbət olacaq. Yox, mən özgənin malını oğurlayam, kulahbərdarlıq eləyəm, bahər ünvani. Hala külüncü götürüb qapısını söhmərəm, kartlı kart elərəm, qullabı cinsi verərəm. Buyurur gərək diqqət eləyəsən, əgər istəyirsən əməlin düz ola, Allahdan xatirə hərəkət elə. فَمَنْ كَانَ يَرْجُو لِقَاءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا. Əgər istəyirsən işin Allaha xatir ola, məhz pərverdigar və la yüşrik bi ibadət Rabbihi əhəda. Odur Peygamber Xuda burada Səd ibn Məaz, müvazib ol, əməl insan nuranıdır. Demişəm, savabı qazanmaq çətindir, saxlamaq yap çətin. Savabı saxlaya biləsən. Ağa mən burada ağladım, əzadarlıq elədim, süxənranlıq elədim. İmam-ı Sadıq vurub, mən bəka-o, əbka-o, tabaka, hər kəs geriyə konəd və geryanəd, halət-i geriyə və xud begirət və cəbət ləhul cənnə. Allah behişti verir. Hamamını saxlamaq çətindir. Peyğəmbər Xuda buyurdu: insanın əməli nuranıdır. Mənim namazım, orucum, əzadarlığım, huzurum, mənim burada olmağım nurani bir hərəkətdir. Hər adamın işi də, hər adam gəlib burada oturanmaz. Çox adam vardı, istəyirdi gələ yoldaşı yapışdı əlindən apardı qəfəxanıya. Çox adam istəyirdi gələ bir iş çıxdı qabağına, bir qonaq gəldi qapını bağladı otdu ödə. Çox adam istəyirdi gələ bir dənə başarı tutdu otdu yerə. O da İmam-ı Cavad ağa buyur: istəyirsiniz bir iş görəsiniz, 3 dənə amil gərək sizinlə həmrah ola. Geç, tevfiqun minəllah, gərək məni Allah büyün çağıra bura. Deyə Torabi əziz, mən barha ərz edirəm, məndə əslən səvab və iltimas dua mənə yox, müstəməə, yapış müstəməyin damənindən. Yəni əgər istəyirsən məcər atasan, at müstəməyin ayağının altına. Niyə? Bu minnət gəlib. Ağa, heç kəs bunu da özü eşqi ilə gəlib, ağlayır öz eşqinə, vəsl olub öz eşqinə, Allahla elə dostdur. Bedunin ki buna bir pul verələ, bir imtiyazı verələ hazırdır, pul da verə, gəl otura burada ağlıya. O da buyurdu ki: və ləhu nurun kəşu'a-i şəms. Əməli insan nur verir gün kimin. Aparırlar əvvəl asımanda saxlayırlar. Ağa bu kimin əməlidir? Deyirlər bu məsələn Molla Turabi. Görək əhli qeybət deyin. Turabi onun dalıcaq danışmaz. Əkələt gəl qeybə. Qeybət eləsin deyir, amını qeybət gedaradan apardı ki dünən bəhsin elədi. Ki moğzəli qeybət camənin zalı kimin düşüb canına. Gərək bu tərk ola. İmam Hüseyinci qeybət eləməz. Əl-qeybətu əşəddu minəz-zina. Əlan ki bir belə addı olub rəvabiti naməşru. Ağa bəzən də bəzi adam danışanda istəyir məsələ dövrə yığaday özünə. Hərənin özünə görə bir şey girdi, dövrəcəm konusu var. Məsələn malladı çıxır mənbərə. 4 dənə tükə görə nəyə gir veribsən? Hicabın riayət eləyir eləsin, eləyir eləsin. Ağa bu mantolar günbəgün suva gedirlər. Yavaş yavaş dizdən gəldilər balay zanı, indi da colobaz manto berahəti bulus şalvarından sənin qabağında dolanır. Baba evin yıxılmasın, mobaylı der ki batırsın çıxadasan, şəhvət deyə bula məsləb, heç dattaymının başına getməz. Bu anlamaz ki ağa burada pis işdi filandı. Odur düşmən əlan əbzarlarım der surət və qalibhay zənanı bi hicab varıdı bazar eləyib. Heç dad olmayıbdi.
Niye olmayıbdı? Nənə başdan ayağa hicab kızına baksan adamın zəhləsi gedir. Oğul bir vəzdədir, dədiyə yaraşmır. Niyə? Deyir, işləyib da düşmən bunun üstündə. Şayət mən işləməmişəm, onlar işləyiblər. Buyurur, əl-qeybə. Əvvəlin təbəqasımında saxlayacaqlar. Görək, bu əhli qeybətdir ya, qeybət deyil. Asman-ı dovuma keçdi. Asman-ı dovumda saxlayır, turabı əhli təfaxur deyil. Maşın minirdi mərdimin ürəyin qan eləyə, ya elə vaqən elə bunun ləyaqəti var idi. Borcunla, xərcinlə bir maşın alıb, qiyafə əvəz olub, çəpurast olub, ağanı da tanımaq olmur, heç də adamı da çökküyə salmır. Deyir, bunu qiyamət günü çatacaqla dalıvat, cəhənnəmi rejə gedəcəksən. Bəran ki, mərdimin qəlbin qan eləməyə kilas qoyurdun. Asman-ı sevvam, təfaxur. Saxla göyüm əmir-əl-müminin burada insanın nə təfaxura, nə niyazı var. Əvvəlihu nutfə, əvvəli bir mındar sudur. İnna xələqnəl insana min nutfətin əmşad. Allah Kur'an'da buyuruyor, mən insanı bir dənə iylənmiş, bədbu, mütəəffin sudan yaratmışam. Dəyə əli və zəhlün gedər. Bədəni və deyirsən, vay qaçın bir duş tutum, mütənəffir oldum özümdən, zəhləm getdi. Axəruhu cifə, axiri də bir insanın cənazəsi iylənə dünyanı gəndi götürər. Bunun vəsəti də əksər ömrümüz əmir-əl-müminin aşbazxana ilə dəstgürün arasında yaxamız qutuldu. Elə hey nəmə nə var, nahar nə var, əsrana nə var, şam nə var, o başdan nə var. Elə fəqət ye. Bir günlərimdə yatdı day durmadı. Buyurur, pəs bu insanın heç təfaxurə niyazı yoxdur. Kunu da'atan nas bi qeyri elsinətəkum. Deyir, mərdumi əməli üzünən dəvət eləyin, rəftarı üzünə, qoyun baxsın özünə, baba, Hüseynci bu cür olar da. Nə cür qabaq tütlər qərə bağlardı başlarına, uzun qərə köynəklər giyərdilər, zəncir vuranda bir xas ubuhətlə zəncir vurardılar, sinə vuranda bir böyüyün yeri məlumudur, uşağın yeri məlumudur, məddaha ərziş qaylılardı. İndi yavaş bunlar bir dideyi fəramuşu, hamısı, hanı baş gərəs, gecə saat birdi tərəf oturub araşqata tellərin yağlayır, onu gülləliyə, sən də başına qərə bağlamaz ki, niyə? Belə vəq qoyub, onun işi vardı özünə görə. Heç vaxt o gəlib əməni o qəri ilə hədər eləməz. Buyurur, əgər istəysən Allah yolunda qədəm götürəsən, gərək işin Allaha xatır ola. Kunu duatən nas bi qeyri elsinətəkum. Mənbərdə hamı danışar, sözü hamı deyər. Amma əsli budur, mən cavanın üzündən öpəm, bunu təhvil alam, cavanı təhvil alam, cavanı cəzb eləyəm, ağsaqqəli cəzb eləyəm. Olmazsa cavanı basmağı var, ağsaqqəli qovala. Bəzi adamın şecerdi qələtdir. Hamının burada qədəmi bizim gözümüzün üstündədir. Mirzə Cavad Ağay Tehrani kilasa gələndə şagirdlərinin başmaqlarını cütdərdi. Baba, vallah biz nə qədər də dərs oxusaq, be ancar esid danışı mən, tabi danəm həmi ki nadanəm. Əbu Əli Sina, gecənin aləmi getdi çöldə itdi. Ağa bu tay tapanmadı, yolu bir dənə dəyirmana rast gəldi. Tərəf çıxdı dəyirmanın, dedi ağa, kimsə dedi itmişəm, mənə bu gecə burada yer ver. Dedi ağa, gecə yağış yağacaq, yat dəyirmanın içində. Dedi baba, elmin ucumu mən oxumuşam, bu mənə yol örgədir, çəkil o yana, mən yatacağım həyətdə. Dedi ağazma qofda, mən deyirəm, yat bu içəridə, alırsan yatsan eşikdə yat. Gecənin aləmidə Əbu Əli Sina gördü, yerdən göydən yağış vurur, ildırım şaxır, cumculuq donub, durdu qaçdı dəyirman qapısını çaldı. Tərəf çıxdı, bəli. Dedi ağa, aç qapını, öldüm mən soğuqdan. Əbu Əli Sina baxdı dəyirmancıya, dedi hardan bildim bu gecə yağacaq. Elmi nucub mənim yanımda, elmi heyət mənim yanımda, mən gövdə əlaməti barəndəci görmürdüm. Sən hardan dedin yağacaq? Dedi ağa, sən alim, sən elm oxuyubsan, amma mənim özümə görə bir təcrübəm var. Dur əz məhzər əzzar, mənim bir itim var. Gecələr ki yağış yağanda gələr yatar dəyirmanın içində. Bu gecə yatmışdı dəyirmanın içində, mən bildim yağacaq. Amma sən elmi və məğrur oldun, dedin yo, yağmayacaq, elmi mən örgəşmişəm. Buyurur, bu insan nə qəd oxusa, axiri budur, hənuz biləcək ki, heç dat bilmir. Einstein'dən şagirdi xəbər aldı. Ağa, sənin məlumatın nə qədədir? Məchhulatın nə qəddir? Nə qəd bilsən, nə qəd bilmisən? Bir dənə yekən Erdoğanı vardı kitabxanada, ayağın qoydu əvvəl pilliyə. Dedi, bu mənim məlumatımdır, mabəqi məchhulat. Elə şeylər var, Einstein'in xəbəri də yoxdur. Ayətullah Burucerdi rəhmətlikdən xəbər aldılar, dünyada bir şey var ki, sən bilməyəsən. Buyurdu, mən bilmədiklərimi yıxsalı əyamın altına, başımda ərşi ilahiyə.
Buyurur gələ, buyurur tərəf gedib danışqaha dədəsinə salam vermir. Ağa nə cür danışdısan, nə cür elm oxuyubsan, nə cür savadın var, icazə vermir sənin bu elmin dədənin əlindən öpəsən. Yəni belə kilasın getdi yuxarı. Tərəf döhdür olub ürz eləmir dədəsinin dostlarına mərrif eləyə. Baba səni bura yetirən budur, İmam-ı Səccad əleyhisselam vurdu. Əslokə min əvik, hara gedəsən rişün dədədir. Baba bu dədöndən gəl yolda. Başarırsan dədənin başını ucat. Başarırsan dədəyə iftixar yarat. Qoy desinlər bu filanın oğludur. Filan insanın təkəbbürə niyazı yoxdur. Dəzən mən sənə özümü tutam. Mənisi nədir? Sənə mən təkəbbür xərcəm. Mənisi nədir? افتادگی آموزگر طالب فیضی هرگز نخورد آب زمینی که بلند است. امام سجاد آقا برد اصل کمین ابیک senin rişon o dedədendir, rişon o nənədəndir. Dədəyi bəyənmirsən, dədəyin kilası sənin kilası var yemir. 4 nəfər məsələn münhərif adamdan otdu durdu caidi. Gəlib dədəni də məskər eləyir, namazı da məskər eləyir, ziyarət aşuraya da mətələ. Ağsüz dolduz adam, baba mütəməddin olun. Neyniyə mütəməddin olaq, sünnən həmpiyalı olaq, xoşuza gələcək. İstikan vıraq, xoşuza gələcək. Ki gələ Hüseynci ağzın bir şeyə vıraq ki, əlan əzizim o hamil həmun pəyama. Ki buyurur bir seri məşrubat əlkolü gəlib koşəndə. Xahişim budur Hüseynə xatır, ərbabə xatır, bu aşqallar adam dilim vırmaz. Ki gələ bir yerdə də dünyadan gedə, ölüsün də ürz eləməyəsən deyəsən filan ardı ölübdür. Baba adam indi mənbər üstə mən öləm, iftixarla tamam Azərilər kanallarına qoyarlar, Malla Turabi mənbər üstə öldü. Və bu da tovfiqdir, hər bir ləyaqətə nəsib olmaz ki, inşallah Allah o günü gətirə ki, elə mən mənbər üstə mərdümə ərbabə danışanda dünyadan gedəm. Nəyin ki bir dənə şiə balası ölüb, 5 nəfər filan yerdə dünyadan gedib. Niyə? Məşrubatı, əlkoli, məsələn məsmum olmuş. Məsələn Şirazda 20 nəfər ölüblər, Əhvazda 50 nəfər ölüblər. Niyə ölüblər? Baba məsrəf eliblər məşrubatı, əlkoli. İnsafdır Mah-ı Məhərrəmdə, hələ bax ayrı günləri demirəm. Mah-ı Məhərrəm o səfərdə baba, qədim latlar da latıdılar. İndi axı latlutun üstündə hesab getmək olmur ki, baba qədim deyirdi ağa, 5 kərbab qoydum kənara. İndi görürsən tərəf elə buradan çıxır bəsatı ziniya ya Allah düzəldilər yola. Baba vallah adam İmam Hüseyin tutar. Bil qəlbidə həm mehri səməd, həm sənəm olmaz. Bir başda həvavye boto beytol hərəm olmaz. 2 ay barış, denə ərbab şayət bu 2 ayda xoşun gəldi məni saxladın. Adam bir şirkətə gedəndə deyir ağa bu 2 ayda bəyən söz da məni saxlayın ha. Daim hüquq verin qoyun mən qalım bu idarədə. Baba 2 ay yazılı İmam Hüseyin qapısına. 2 ay feylən qələtdən əli üçə. Ondan sonra rəhmə gələrlə yapışarlar əlimizdən. Buyurun nə təcəbbür nişan verir. Baba cavanlığımıza vallah olar çalan bu qoca daha belə ağrıyır duranmır. Cavanlığında səndən mənim kəmərimlə yapışıb 4 metr atardılar gövə. İndi yerdən duranda əlin qoyur belinə deyir dədavay belim qırıldı. Qabaq sarı yağın cavan idi, yumurağı vuraydı adamı divan elərdi. İndi tərəf telin yağlayıb, qaşın götürüb, dodağında protez eləyib, adam bilmir nərdi, madədir, bacıdır, dayıdır. Adam bilmir deyə, bacı çəkil o yana, qaqa çəkil o yana, qardaşdır. Kərəbi test eləyib, ta deyəsən ki, ağa cinsiyyəti şinasayı oldu. Baba qabaq kişidə cəzəbə var idi, kişi deyirdilər. Kişi bir nərə çəkəndə toyda çıxardı güləşməyə, gəlinin qabağını kəsərdi, görərdin tamam cavanların bədənində tühləri biz durub. İndi də cavan elə qeyr verir, elə vəsətdə bəndəri oynayır, elə ərəb oynayır ki, adamın güləşmək yadından çıxır. Deyir evin abad, heç. Şah zamanında rəqqasları sən topuğuva çıxmazlar. Əvamil təkəbbürdən biri sirvətdir. Ha bir iddə var, görsən bir maşın aldı, əvəz oldu. Maşın. Ağa maşın aldı da şəkkəli qoydu yerə, Hüseyni qoydu yerə, ərbabı, heyəti. Düşüb xiyavanlara, bir dənə də zəncir salıb, sökük şalvarla, acı verə sünəmid. Elə bir maşın, elə bir atımlıq sənin, elə bir belə sən İmam Hüseyinə yaxud zırırdın buna, fəqət elə bir dənə maşına bədlidir ki, aldın qutuldu, çün əlində imkanat yoxumuş, qabaq deyərmişlə, tumançaqlığından ödə qalmışmışsan. Ta o fərahəm oldu ki, baba gördün tərəf yolundan caydı. Bir dənə dedilər ağa, idarə də bu mizinən,
Səndəli sənindir 1 il, 2 il, 3 il, 4 il. Gedirsən tanımır, filanı gəlib. Xeyli qiyafətin aşina bir nəzərmət. Koca didəmətun. Dedim harda görübsən? Bağı vəhşidə gəlib görübsən da. Həmun adamıdın məmməbamdan aslanmışdın ha, deyirdin hacı görneyin. Həmunam da yadından çıxdı. Züncənliyə miz oldu sənin, da məni tanımısan. Adam var 2 xiyavan getdi yuxarıya, şəhrin yuxarısına. Qeyrət qaldı bu bir xiyabanda. O tərəfdə arvadın yapışıb əlindən Allah. Gətirir, nə gətirir dayı, nə gətirir. Qolun doluyub qoluna. Hərdən də bir baxırdı, deyir çox poz verməyivin yıxılmasın. Sənin dədün qeyrətli idi, sənin nənün də qeyrətli idi. Axı, sən elə qeyrəti bu bir xiyabanda qoy. 2 xiyaban səni yolundan elədi. Baba bu insana yer ərziş verməz. İnsan yerə ərziş verər. Əlan ərbabın adı ilə və hovlu quvvə ilahı burada bağlayım 3000 nəfər alan cəmiyyət var. Hələ eşitə bilmirəm nə qəd cəmiyyət qalıbla. Hamısı gəliblə o ərbabın eşqinə ki kişi kimin imtihan verdi. Əlan da deysən o beheşti ki hamı görməyinin muştaqıdır. Kərbəlanın deyə bilən balaca bir bağıdır. Oranın pərçəmi Əsqər ağanın qundağıdır. Pərçəm əsdikcə beheşt əhli Hüseyin vay deyəcə. Əldə su camı hamı Əsqərə laylay deyəcə. Kərbəla olmasa hətta baş ucatmaz Kəbə. Kərbəlaya özünü fəzlidə qatmaz Kəbə. Dər həqiqət onun eşkərdinə çatmaz Kəbə. Kərbəlanın hələ qalsın ki nəbi bənzəri var. Kəbənin harda əbəlfəz kimi sərleşgəri var. Buyurur dovvamin amili. Kebr sirvətdir. Görəsən tərəfi ki xiyavan get. Baba vallahi etibarıdır. Həzrət Abbası etibarıdır. Elə milyardılar tanıyırdım. Plasko yananda bildir. Səhərisi zəhvırda hacı filan hacının səhd eləyib əncəlib. Onu bir duv elə. Dedim çoxdan safqarlığı qoymuşam kənara. Filan hacının əncəlməmiş gərək yıxılıydı Allah qapısına. Allahla dostluq eləyəydi. Allahla bəndəlik eləyəydi. Xob, bəhbə inşallah zahirən Hacaybəl Hacı Nadir Cəvadi əziz anasının ruhi. Bu məhbub məddahımız ki məhbubul qulubdur insafən hamı Hacı Nadiranı çox istərlər, təşvik etdilər. İnşallah amadə olacaq. Ba tamamı vücud məhzərlərindən istifadə eləyək. Özünün heyət-i həmra cay məşayixi əziz, dostan əzizimin ki cələsəmizə zinət verdilər Hacı Nadiranın da. O Hüseyinci və xanım Zəhra kənizi dünyadan gedib analarının ruhu məddi nəzər qərar verin hər yerdə süz bir İmam Hüseynə layiq uca salavat xətm buyurur. Buyurur çox milyardılar var idi. Gecə milyarder idi. Səhər yatdı, hər zad əlindən getdi. Ot tutdu, plasko oldu, muflisi bir tamam. Etibarıdır. Əldən gedəcək. Pul da etibarıdır. Yəhya-i Bərməki bir zaman hükümət eləyirdi da, Bəraməkənin nənələri idi, bunların nənələri. 1 il eydi qurbanda getdi gedaylığa. Hacı Mirza qapımızı bağla. Gəlir içəri, onlar da tez yat içəri qapını bağla. Baba burada bilirsiniz da bir belə göz ki adama baxır ha. Darıxmayın, onlar həll olacaqdır. O su özü gələndə yerini tapıb gedəcək. Biraz biz əcəl eləməsək, bax elə yer var. Biz insicamla bu qabaqdakılara hələ yer verin də oradakılardan mən şəhər. Bax buradan xuda şahiddə əllərinizi öpürəm. Yəni əgər əlacım olaydı tək-tək gəlib əllərinizdən öpərdim. Yəhya-i Bərməkinin nənəsi Allah, bir dənə dua edirəm uca amin denən. Allah heç kəsin izzətin, cəlalin, etibarin camiədə əlindən alıb naəhl adamların qabağında sındırma. Allah burada olan cəmiyyət 5 ərbab gəliblər. Allah mən bilmirəm bunların ürəklərindən sən bax xəbərsən. Ay
Ürəklərdən baxəbər Allah. Hər nə mənə ürəklərində var. Övlad istəyirlər, pul istəyirlər, mövqeyyət ictimai istəyirlər, həyat istəyirlər. Hər nə mənə ki ürəklərindədir Allah. İmam Hüseyin Əli ilə bərabərdir və bixeyr elə. Allah'ım mərizlər, pulsuz mərizlər. Mən bugün bimaristani Tehran'da bimaristandan birində bir nəfər çox bədhalıdır. Aysu'da idi. Getdim başvuram, gördüm Allah şahiddir. Bir serilər məriz qalıb salonda, əlləri qoynundadır. Adam bilir da o nə çəkir. Hal az nəzəri maddi nə qəd fişardadır, az nəzəri ruhi çən bərabər bu adamın fişardadır. Allah şahid heç onun adamı da yoxdur. Gələ bizə deyə haca bizi bir dua eləyin. Allah tamam pulsuz, adamsız mərizlərə, mərizan mənzur nəzərə libas afiyət kəramət elə. Yahya Bərməkinin nənəsi getdi gedaylığa. Bir dənə şahın nənəsi, etibarlı adamın nənəsi gedə qapıları dövə, dilənçilik eləyə. Adama nə qəd çətin gələr bu əməl. Bir nəfərin qapısını döydü xanım, o xanım qapını açdı. Dedi xanım bəli. Dedi altıma salmağa bir şeyim yoxdur. Gecələr quru yerdə yatıram, bədənim narahat olur. Mən Yahya Bərməkinin nənəsiyəm. Zamanə dönüb, Bəraməkə aradan gedib, nənələri düşüb gedaylığa. Xahiş eləyirəm mənə bir şey ver, gecələr yatanda atım altıma yatım. Bu xanımın ürəyi yandı buna. Getdi qoyun dərisi getdi. Yahya Bərməkinin nənəsi qoyunun dərisini görcək ağladı. Dedi nənə niyə ağlayırsan, zamanə belədir da. Adamı bir gün apar üstə, bir gün qeytər aşağı. Dedi yox bildir bu vaxt oğlum Yahya nənəsinin eşqinə 400 qoyun qurbanlıq eləmişdi. Amma bil eydi qurbanda nənəsi bir dənə qoyun dərisinə möhtaçdı ki sala altına otura üstündə be husnət nənaz be yek təbi bəndəs be malət nənaz be yek şəbi bəndəs. Get zindana, zindanda oğullar var çift samsoni təlində, koşalvarının ütüsü, qarpızı kəsərdi, heç məni də hesaba qoymazdı səni də. Yatıb zindanların quşasında aş içir. Niyə? Deyir əgər kişisən, varım var, sirvətim var, qoy 4 nəfər sənin sayöndə rahat nəfəs çəksin. Rahat. Baba kişisən axı. Gördüm bir dənə oğlanın pulu pişi yoxdur, əlindən yapış. Bir qızı köçürdürlər, cəhiziyası yoxdur. Nəcür oldu bir dənə kasıba yetirəndə şüşəni verirsən yuxarıya, üzüyü çöndərsən önə ki, çarraqda səndən 1000 tümən pul alar. Filan xanım başıva böt qoydu, 30 milyonu əlindən çıxartdı. Heç onda bir sancılanmadın. Qul ma anfaqtum min xeyr falil valideyni vel aqrabin. Allah buyurur əgər pulun var yapış dədənin əlindən. Oğul var şasib olan da yanının altında dədə komite imdatdan geçinir. Baba belə oğula mən oğul demərəm ki, oğul odur. Dədənin başını apara səxmə, dədənin başını apara ərş ilahiyə, dədə deyə üzün qoya hərəm İmam Rizada, hərəm ərbabı bir kəvəndər deyə oğul üzün ağ olsun, dədəsi ilə nənəsin, oğlum yolladı bil Məkkiyə Kərbəlaya. Əvamil təkəbbürdən bir məqamdır. Mən filan yerin rəisiyəm, mən filan yerin şurasıyam, mən filan yerin fərmandar, hər kəssən, vəzifəndir. Heç kəs girməz o yükün altına ki, sən gedib giribsən. 100.000 nəfərin vizri vabalını alıp dalıva dolandırsan, dağların boynuna Allah saleydi, onları dağıdardı. Gör nə qəf bu insan cahildi gedib deyir, siz Allah'ım, yüküzü aşırın salın mənim üstümə ha. Vallahi bunlar hamısı etibarıdır, hamısı. Mən rəy vermişəm, sən çıxıbsan, rəhmət yox, indi məni saymısan. Mən canımla əlləşdim, pusteri mən yapışdırırdım. Mən gecələr qaldım xiyavanda. İndi məni görəndə ciddi qululən şüşəsini versən üstəkinə mənə. Yəni mən səni tanımıram. Vallah etibarıdır. Mirza Təqiqan Əmir Kəbirin vaxtı hökmü edamın iblağ eləyirdilər. Həmmam-ı fini qaşanda dedilər hökmü edamın. Dedi ben unvanı zindanı xahiş eləyirəm, məni hamamda öldürməyin. Dedilər çarə yoxdur, rəcu vuracaq qalasan hamamda. Həmun bir zaman özünə əbər qüdrətidir. Rəci vurdular, bir çarə qaldı hamamda. Qanı gedən adam susuyar. Yalvardı buna bir istikan su verən olmadı. Qan köpükləndi, gəldi üstə, gördü day ölür. Qan gəldi üstə, barmağın bastı öz qanına, qəşəng qulaq az. Barmağın bastı öz qanına, hamamın duvarında bu şeiri yazdı. Yazdı ruziqar
آنکه گه عزت دهد گه خار دارد چرخ بازیگر از این بازیچه ها بسیار دارد. Hazreti İmam vaxtı danışırdı məsullara, buyururdu süz məqamı minün ha, məqam süzü minsə belüzü sındıracaq. İndi məqam minib yarı milyard rişvə verir ki filan yerdə qala. Əvamil təkəbbürdən biri cəmaldır. Allah bir göyçəklik verib indi oğlandı, qızdı. Ağa biraz da öz gözünə yetişibdi. Düşüb xiyabanda bu dəstələrin dalına. Həzrət Əbəlfəz nə oyunlardan çıxırlar bunlar. Nə ədalardan, nə səhnələr biz görmədik bu məhərrəmlikdə. Mən ki 5 yerdə mənbəri edirdim, bəzən başımı çalırdım fərmana. Deyirdim Allah, məgər bura şiə deyirlər, bunlarda buxar yoxdur, bu əməli görürlər. Əxirən də bizi görəndə mallaları, xanımlar başlarını açırlar, pişik kimin çıxırırlar. Məni Şəhristandan birinə çağırmışdılar. Hacı Nadir'a, andol Allah'ı zambaz el utandı, yazıq məndən. Elə xəcalət cəhdi. Küçələrin düşdənə qız gəlirdilər. Biz də bu zambazla, maşınından piyada olacağını qoblar. Məni ki gördülər bundan. Başlarını açdılar. Pişik kimin birdən çığırdılar. O kişiyə dedim, baba sən özü itirməyi, mən bunları tanıyıram. O gün dostlardan biri de 3 dənə xanım məni görəcən, ruhsərlərini açdılar. Day mən də özümü sındırmadım. Dedim ettifaqan inciri xoş geltərin. Evin yıkılmasın, sen istəyirsən mən sənə baxam, qaçacağım səninlə. Sən yalvaranda mən də baxacağım, nəcür eləyim, sahabın yoxdur, çıxıbsan, düşübsən xiyavana. Andol Allah'a buyurur, bir iddələr cəmal bunları belə mütəkəbbir eləyibdi. Baxma, elə müştehidlər varıdılar, Allah bir dənə nöqtəyə delət, silindi getdər zatları. Elə qəşəy oxuyanlarımız vardı. Bir soğuk dəymə həncərəsinin tarihayı soğutsun qırdı. Oxuyan da elə bilir arı xoruz banlayır. Dedi baba xoş gəldin işin dalı sıcaq. Niyə? Buyurur muvazib ol. Elə tacirlər vardı. Elə tacirlər indi sıxılıb qaynanan qoltuğunda 20 metr yerdədir qaynana. Qoy mən də burada daldalanım. Niyə deyir lan hamısı etibarıdır. Səddama bax. Səddam əvvəl 8 il cəngidə əsləhəni döndərdi İranın səmtinə. Əvvəl gülləni vuranda dedi mən Sərdar-ı Qadisiyyəm. Allah belirlədi Sərdar-ı Qadisiyyəni tülkü luvasından çəkdilə çölə. Üzündə qarışqa boçsavat elərdi da. Məşəd setik. Axırda luvadan çıxadanda üzüm pit basmışdı. Dedilər baba çıx eşiyə. Əmir-əl-Muminin Əynəl-Muluk. Hardadılar o şahlar? Vəbnəl muluk, şahzadeler hayandadılar. Baba vallah billah möhtəşəmi Kaşani 430 ilmindən qabaq 12 beyt şer yazıb, 12 beyt. Oğlu ölmüştü, şer yazırdı. Peygamber Xuda geldi onun yuxusuna buyurdu və sən öz oğluma şer yazırsan. Mənim əllər dölən oğluma şer yazmırsan. Möhtəşəm dedi ya Resulallah, başarmıram. Amma Peygamber örgətdi buna 430 bundan qabaq 12 bənd şer yazıb. Amma gör şer nəcür şerdir. Bax rəhmətlik Yəhyəvinin şerlərinə 4 cildinən olub Tac-ı Şüəra 4 cild kitabı var idi. Gündə də kitab çap eləmirdi. 4 cildi kitabı var rəhmətlik Yəhyəvin olub Tac-ı Şüəra. Bax rəhmətlik Münzəviyə o şəxsi deyir xanım Rüqəyyə rozəsi yazacadı, mən apardı çöldə. Çöldə gördüm başmaqları çıxartdı, corabları çıxartdı, çırmalandı. Tikanların üstündə qaçdı o yana, bu yana, ayaqlar bütün qan oldu. Gəldi otdu Rah-ı Şamı yazdı. Dedi indi bildim Rüqəyyə çöllərdə nə çəkibdi. Baba iş gərək Allah'tan xatır oladı. Şerrəmiz olub yebar məsrəf. Büyün buradan məzəv elir, yeni livan kimin at o yanına da. Sabah oxuyanda deyirlər baba veleşkon onu filan yerdə oxuyublar. Amma gör neçil də lan rəhmətli Yəhyəvi dünyadan gedib. Əlan neçildir bu şeiri yazıbdı. Necə pöhrə verər yay fəsli pəşrə, şəhdi nab üstə onun mislində leşkər həmlə gətdi. Ol cənab üstə necə bir xəşmicin şəhbaz uçar, fovc-ı qurab üstə onun mislində həzrət zinidən qalxıb rikab üstə. Mələxdən, muridən, zəmburidən şirə nə pərvadı. Bunu gör neçilmindən qabaq yazıb, rəhmətli ruhun şad. İndi hara baxızan pərçəmlərdə yazıb, bazın çə şurəkət, keydər xəlqə aləməz. Bazın çə novhevo, kimindi 430 ilmindən qabaq yazılıb ha bu şeir. 430 ilmindən qabaq. Niyə yıxıl ərbabın qapısına dinə ya Hüseyin? Gəlmişəm qapıva, dərdimi bugün götürüb gəlmişəm ağa səndən barışam.
Ağa təkəbbürü zadı qoymuşam ayağımın altına. Özümü elə sındırmışam. Elə özümü sındırmışam. İmam Sadık buradakı 2 nəfər gələr cələsiyə. Biri mütəkəbbirana oturar. Deyər mənim baba namazımı qılmışam Rovzədə. Amma o birisi baxar mərdimə deyər Allah nə gözəl ağlayırlar bunlar hər baba. Allah olar mənə də bu haldan verəsən. İmam Sadık burada cələsədən çıxanda fasıq olar zahid, zahid olar fasıq. O adam ki gəlmişdi günahı ilə pak oldu getdi. O adam ki qururla gəlmişdi yığdı bir ton da günah özü ilə apardı. Amma bu günlərin misli çox çətin oldu da Əhl-i Beytə. Nə çətin oldu? Yaralı başları varid eləyirdilər. Yavaş yavaş yetirirlər Şam səmtinə. Allah görsətməsin. Mən o gün dərz elədim. Bu cələsənin ərzişi Allah yanında. Bu cələsə. Kəlam biz oturmuşuq. Mələklər bizə fəxr eləyirlər. Deyirlər Allah kaş bizdə. İmam Sadıqanın bir şagirdi vardı. Hər gecə gələrdi İmam Sadıq məhzərinə. Bir gecə gəlmədi. Ha vurdu filanı dünən gecə yoxudun. Ərz elədi ya nə Rasulullah istəyirdim gələm. Dostlarım biri dedi əvvəl məhərrəmdir. Mən də yoldaşlarımla əyləşdim. Sənin o əllər döləncətdi və ağladıq. Yadımızdan çıxdı bir vaxt oldu gələnmədim. Ha vurdu ittifaqa mən özüm də gəlmişdim. Ağa sənə qurban sən hayan da əyləşmişdin. Niyə mən səni görənmədim? Ağa buyurdu çıxdım başmaqları cüddiyəsən. Dəydin qaranlıqda bir nəfərə. O mən idim əyləşmişdim qapı ağzında. Ərz elədim Zəhra balası və sənə mənim bu canım qurban. Ey kaş gələydin əyləşəydin vəsətdə. Biz də həlqə vuraydık sənin dövründə. Ağlayaydıq sənin əllər döləncətdi və vurdu istədim gələm. Girdim içəri gördüm qabırqalarısına nənəm sədri məclisdə. Peygamber əyləşib sədri cələsədə. Babam Əli əyləşib. Onda dedim əgər bunlar orada otursalar gərək mən əyləşəm qapı ağzında. Mənim yerim oradır. İndi mən ağlayıram günahlarım yuyulur gedir. Dərdimə dərvəlli olar ağlayacaqlar da. İmam Rıza'nın o Roza xanı vardı. Getdi da gəlmədi. Ərz elədi ağa day sənə Roza deməyəcəm. Həzə bu dünya pulun az olub dedi yox ağa. Sən əhləyalın elə bir cür ağlayırlar mənim ürəyim kabab olur. Burada mən bu şəhərdə təkəm. Kimə sən deysən? Onlar kimdə ağlayanlar? Burada nənəm Zəhradır. Hər yerdə babamın adı gələr. Ürəkdən deyər ay əllər dölən bala. Ay düşməni namərd olan bala. Əslən mən xanım Rüqəyyənin də Rovzəsində belə qoy öz qızlarımızın Rovzəsində da. Əslən Rüqəyyənə məsələn دختر خودت من شب اول درزləmişəm یک şəb miyanı kuçe bemanət çemi koni sən xırda qızım bir gecə qala çöldə bilməyəsən harda yatıbdı bilməyəsən nə yeyibdi bilməyəsən hayanda üstün çəhdilər üst açıq qalıb nazlı olar axı balaca qız əcəb olar axı rah şamid ravidə gördüm hey bu balaca bala çönür o yana çönür bu yana Allah və bu niyə yatanmır Allah hətmən ayaqları yaradı hətmən bu acdı yatanmır hətmən susuzdu elə ki mütməin oldu hamı yattılar gördüm yavaşça ayrıldı yoldaşlarından geldi dayandı kanlı başın mukabilinde baba selam olsun sana baba baba koy bir dolanım senin başıma baba ne qəşəhdi neyse de yaralı başın ama baba elə gölüm istəyir bu kuruyan dodaqlarımı koyam o kanlı dodaqları var ama neynim sen çok uzadasan benim de boyum alçaqdı ravi deyir Allah'a gördüm neyse əyildi yaralı baş geldi bala mukabiline dodaqların koydu baba dodaqlarına baba sen fakat bir nəzər eylə gör otağım haradı öpərəm mən səni sen öpmə dodağın yaradı her yerde sen ərbabın adı ilə hacanı dəvət eləyə canım Hüseyin canım Əlüvi cəhdi nişan ver imam zamana canım Hüseyin canım Hüseyin ey can ay bir hərəmdə hamızı buzur görəm canım Hüseyin